tam da əmin deyildim, ancaq yüksək bal gələcəyini gözləyirdim. Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nuray Hüseynzadə son buraxılış imtahanında 300 bal toplayaraq həm məktəbini, həm də Sumqayıt təhsilini qürurlandırdı. Bu nailiyyət yalnız onun şəxsi zəhmətinin nəticəsi deyil, eyni zamanda məktəbin və müəllimlərin də əməyi ilə əlaqədardır. Nuray məktəbin fəxri şagirdlərindən biri olaraq təhsil həyatında göstərdiyi üstün performansı ilə daim ön planda olub. Onun bu uğuru gələcəkdə də böyük hədəflərə çatmaq arzusunun bir göstəricisidir. Nuray təhsilini daha da irəliyə aparmaq və ölkəmizin adını daha yüksək səviyyədə tanıtmaq istəyir. Vaxtı düzgün bölən şagird həmişə hər yerdə uğur qazanacaqdır. Mən bu uğuruma görə məktəb rəhbərliyinə, müəllimlərimə, dəyərli direktorumuz Tərlanə xanıma dərin minnətdarlığımı bildirirəm və bu uğuru qazanmağımda onların əməyi, məktəbdə qazandığım biliklərin köməyi mənə çox dəstək olmuşdur. Mən kompüter elmləri üzrə mütəxəssis olmağı düşünürəm və bu mənim neçə illərdir olan arzumdur. İnşallah ki, arzuma çataram və hər bir abituriyentin də öz arzusuna çatmağını arzulayıram. Məktəb direktoru və müəllimləri Nurayın bu uğurunu böyük coşqu ilə qarşılayaraq onun gələcək planlarını dəstək verməyə hazır olduqlarını bildirirlər. Nurayın bu nailiyyətləri Sumqayıt təhsil sisteminin inkişafının və gələcək istedadların yetişdirilməsinin nə qədər vacib olduğunu bir daha sübut etdi. Nuray Hüseynzadə eyni zamanda gənc həmyaşıdlarına da ilham qaynağı oldu. Onun uğur hekayəsi, digər şagirdlərə də yüksək hədəflər təyin etmələri və onlara çatmaq üçün əzmlə çalışmaqları üçün bir nümunədir. Çox tərbiyəli, çox mədəni, elmə, kitaba bağlı uşaqdır, çox təhsilli uşaqdır, çox məsuliyyətlidir, çox. Yalnız oxumaq, çox ciddi yanaşırdı dərslərinə. Əziyyətimizin bəhrəsini nəhayət ki gördük. 30 şagirdimdən 19 şagird 200-dən yuxarı bal toplayaraq hamımızı sevindirdi. Sinifimizin bir rekord göstəricisi Hüseynzadə Nurayımız 300 bal toplayaraq hər birimizi qürurlandırdı. Bəli, gözləyirdim, çünki əziyyət çəkən hər kəs bəhrəsini görür. Yəni çəkilən əziyyətimiz çox şükür ki yerdə qalmadı. Tək 300 yox, 284, 278, yəni kifayət qədər yüksək göstəricilərimiz var. İnşallah blokdan da bu cür yüksək göstərici ilə gələcəyin savadlı həkimləri, savadlı hüquqşünasları 11 A sinifindən nəticələrlə bizləri sevindirəcək. Biz də Nurayın bundan sonraki təhsil həyatında və həyata keçirəcəyi layihələrdə uğurlar diləyirik. Onun kimi gənc istedadların daha çox ortaya çıxması ümidi ilə Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.